ABŞ Karib dənizi sularında Safiya adlı tankeri ələ keçirib. Bu barədə ABŞ ordusunun Cənub komandanlığı məlumat yayıb. Bildirilib ki, əməliyyat Karib dənizi akvatoriyasında həyata keçirilib və nəticədə Safiya adlı tanker ABŞ hərbi qüvvələrinin nəzarətinə götürülüb. Hadisənin detalları ilə bağlı əlavə məlumat verilməyib. Müharibə iyunun sonuna qədər başa çata bilər. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O, ABŞ və Könüllülər koalisiyasının üzvləri ilə danışıqların yeni bir mərhələyə çatdığını qeyd edib. Rusiya, Ukraynanın Odessa şəhərində 2 limana PUA zərbələri endirib. Bu barədə Ukrayna baş nazirinin müavini Aleksey Kuleba məlumat verib. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Həmçinin liman infrastrukturuna və neft konteynerlərinə ziyan dəyib. İranın İsfahan ostanının Kaşan şəhərində Qasım Süleymaninin heykəli yandırılıb. Hadisə davam edən etirazlar fonunda baş verib. Fars əyalətinin Çenar Şahican şəhərində isə Qasım Süleymaninin heykəlinin söküldüyü bildirilib. İranın Abadan, Nişabur şəhərlərini etirazçılar ələ keçirdilər. Nişaburda polis postları yandırılır. Məşhəddə repressiv qüvvələrlə etirazçılar arasında qarşıdurma yaranıb. Kermanşah əyalətinin Gelan Qərb şəhərində hiddətlənmiş insanlar repressiv qüvvələri qovub şəhərdən çıxarırlar. Şimali Xorasan əyalətinin Aşxana şəhər başçısının ofisi yandırılıb. İlam əyalətinin Sərabli şəhərində Sepah üzvləri meydanlardan qovulur. Həmçinin Güney Azərbaycanın Qəzvin əyaləti də etirazlara qoşulub. Ölkədəki ağır iqtisadi vəziyyətdən cana doymamış sahibkarlar digər həmkarlarını da öz haqlarını tələb etmək üçün obyektlərinin qapısını bağlamağa və aksiyalara qatılmağa səsləyirlər. Venezuela artıq ABŞ-a qanunsuz narkotik göndərməyəcək. Bu sözləri Ağ Evin mətbuat katibi Karolina Levit deyib. O bildirib ki, Venezuela əvvəlki kimi qanunsuz yollarla insanları və cinayətkar kartelləri ABŞ-a göndərə bilməyəcək, qaçaqmalçılıq etməyəcək. Biz hazırda müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədəyik və onların qərarları ABŞ tərəfindən diktə edilməyə davam edəcək. Rusiya yük təyyarələri Tehrana eniş edib və İrandan xeyli miqdarda qızıl çıxarılıb. Belə bir sensasiyalı iddia ilə Britaniyalı deputat, təhlükəsizlik məsələləri üzrə sabiq kiçik nazir Tom Tugendhat çıxış edib. Onun sözlərinə görə, bu İran rəhbərliyinin hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərə bilər. Biz Rusiya yük təyyarələrinin Tehrana eniş etdiyini görürük, onların ehtimal ki, silah və sursat daşıdığı və İrandan külli miqdarda qızıl çıxarıldığı barədə məlumatlar alırıq, o bildirib. Mənim müdaxiləm olmasaydı, Rusiya hazırda bütün Ukraynaya sahib olardı. Bu sözləri ABŞ prezidenti Donald Trump sosial şəbəkə hesabında yazıb. Trump hatırladıb ki, onun səyləri sayəsində NATO ölkələri ÜDM-nin 5%-ni müdafiəyə xərcləməyi öhdələrinə götürüblər. Halbuki əvvəllər onlar yalnız 2%-ni xərcləyiblər. İranın cənub-qərbindəki Çaharmahal və Bəxtiyariyə əyalətlərinin Lordeqan şəhərində nümayişçilərin İran təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə Fars agentliyi məlumat yayıb. Agentlik iddia edir ki, bir neçə etirazçı odlu silahla silahlanıb və aksiyanın qızğın vaxtında onlar polisə atəş açmağa başlayıblar. Bir neçə inzibati binaya da etirazçılar ziyan vurublar. ABŞ Qrenlandiyanı ilhaq etməklə Arktika üzərində daha çox nəzarət əldə edə biləcəyinə inanır. Bu barədə Ağ Evin mətbuat katibi Karolina Levit 7 yanvar tarixində keçirilən müntəzəm brifinqdə bildirib. Brifinq zamanı ABŞ-ın Qrenlandiyanı ilhaq etməkdən nə qazanacağı soruşulub. Ağ Evin mətbuat katibi Arktika bölgəsi üzərində daha çox nəzarət cavabını verib. Vaşinqtonun Qrenlandiya üzərində tam nəzarəti ABŞ-a Çin, Rusiya və düşmənlərinin bu vacib və strateji bölgədə təcavüzlərini davam etdirə bilməmələrini təmin etməyə imkan verir. Bunun bir çox başqa faydaları da var, deyə o əlavə edib.
Rusiya-Ukrayna müharibəsində Rusiya silahlı qüvvələrinin tərkibində döyüşən azərbaycanlı itkin düşüb. Bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Hüseynov Zirəddin Tələtoğlu Rusiya silahlı qüvvələrinin tərkibində döyüşə qoşulub və Luqansk istiqamətində itkin düşüb. Bloger qeyd edib ki, onun adı Rostovda ölənlər siyahısında olsa da nəşi tapılmır. Venesuela artıq ABŞ-a qanunsuz narkotik göndərməyəcək. Bu sözləri Ağ Evin mətbuat katibi Karolina Levit deyib. O bildirib ki, Venesuela əvvəlki kimi qanunsuz yollarla insanları və cinayətkar kartelləri ABŞ-a göndərə bilməyəcək, qaçaqmalçılıq etməyəcək. Biz hazırda müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədəyik və onların qərarları ABŞ tərəfindən diktə edilməyə davam edəcək. ABŞ-dan səslənən tənqidlər fonunda Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropa İttifaqının mükəmməl qurum olmadığını etiraf edib. O bildirib ki, Avropa İttifaqı münaqişədən yaranıb. Bizim ittifaqımız mükəmməl deyil, lakin bu bir vəddir. Əməkdaşlığın qarşıdurmadan, haqq-ədalətin isə zorakılıqdan üstün olacağına dair bir vəddir, deyə von der Leyen qeyd edib. Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu prinsiplər təkcə Avropa İttifaqına deyil, eyni zamanda Qrenlandiyaya da şamil olunur. Suriya Silahlı Qüvvələri Hələb şəhərində fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri qruplaşmasına qarşı məhdud hərbi əməliyyat başladacağını elan edib. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb. Nazirlik bu qərarın Suriya Demokratik Qüvvələrinin 10 mart sazişini pozaraq mülki məhəllələrə və təhlükəsizlik qüvvələrinə etdiyi hücumlarla bağlı olduğunu bildirib. Son bir ay ərzində Suriya Demokratik Qüvvələrinin intensivləşən hücumları nəticəsində 20-dən çox mülki şəxs və 25-dən çox əskər həyatını itirib, 150-dən çox insan isə yaralanıb. Artıq Suriya ordusu Hələbin Kürd nəzarətində olan Şeyx Məqsud və Əşrəfiyyə rayonlarını qapalı hərbi zona elan edərək mülki əhaliyə ərazini tərk etmək üçün humanitar dəhlizlər açıb. Bu addım şəhərdə təhlükəsizliyi bərpa etmək və ticarət yollarını yenidən açmaq məqsədi daşıyır. ABŞ prezidenti Donald Trump Norveç Nobel Komitəsinin ona sülh mükafatı verməməsini kəskin tənqid edərək bu qərarı axmaqlıq adlandırıb. Trump qeyd edib ki, o tək başına 8 müharibəni bitirməsinə baxmayaraq layiq olduğu mükafatı ala bilməyib. NATO üzvü olan Norveç axmaqcasına mənə Nobel mükafatını vermədi, amma bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan odur ki, mən milyonlarla insanın həyatını xilas etmişəm.